Demək olar ki, əksər insanların həyatında bu tipli insanlar var, hansı ki, daim başqalarını tənqid edirlər və yaxud da bizi tənqid edirlər. Tənqid anlayışı təhqir anlayışına qarışdırılır və digər insanlar tənqid adı altında bizi təhqir etməyə başlayırlar. Və bizim də ətrafımızda tənqid edən insanların sayı çoxdur. Yersiz yerə bizi tənqid edirlər, gördüyümüz işlərə. Bu insanlar haqqında qısaca məlumat vermək istəyirəm. Psixologiyada belə insanlar əslində öz daxilində reallaşdıra bilmədiyi bir şeyi başqasında görəndə onu başlayırlar tənqid etməyə. Yəni özlərinə uyğun şəkildə arzuladıkları, bəlkə də olmaq istədikləri həyatı yaşaya bilmədikləri üçün başlayırlar başqa insanları qınamağa və yaxud da başqa insanların həyatını müzakirə obyektinə çevirməyə. Həyatında danışmağa heç bir mövzusu olmayan, heç bir maraq dairəsi olmayan insanlar başqalarının həyatlarını danışmağa başlayırlar və başqalarının həyatlarından öz həyatlarını özləri də fərqində olmadan müqayisə edirlər. Yəni filan kəsin oğlu belədir, filan kəsin qızı belədir, filan kəsin uğur həyatı belədir, filan kəs bu yerə başqalarının sayəsində gəldi. Yəni bu kimi heç bir reallığa əsaslanmayan fikirlər yürüdürlər ki, bu fikirlərin də əsası qeyd etdiyim kimi həmin insanların özlərinin gerçəkləşdirə bilmədiyi, özlərinin yetərsiz qaldığı bir şeyləri başqasında görəndə onları tənqid etmə arzusundan irəli gəlir.